Gününüz uğurlu olsun dostlar. Başlıqdan gördüyünüz kimi bugünkü mövzumuz Avropaya necə gəlmək olar, iş vakansiya elanları, könüllülük, viza proseduru, svarşiklərlə bağlı, tikinti işçilərlə bağlı qərarlar və əsasən də deportasiya ilə bağlı olan qərarlardan danışacağıq dostlar. Və bu suallara cavab verəcəyik. Burada 2 səhifəlik sizin suallarınızı qeyd eləmişəm. Məsələn, gəlin ilk sualı oxuyum. Avropaya necə gələ bilərik? Ümumiyyətlə Avropada gəlməyin üsulu işçi oturumu və yaxud da viza ilədir. Viza prosedurları tamamilə başqadır. Avropada, Litvada oturuma müraciət etmək daha başqadır. Əvvəllər bilirdiniz ki, Avropaya, yəni Litvaya gəlmədən də birbaşa işçi oturumuna Azərbaycan daxilində müraciət eləyə bilirdik. Gedirdik VFS-ə, oradan barmaq izin verib miqrasiya ödənişini ödəyirdik və birbaşa Azərbaycandan heç yerə getmədən oturum alırdıq və əlimizi qolumuzu sallayaraq vizasız Litvaya gəlirdik. Amma 2025-ci ilin oktyabrın 20-sindən bu qanun dəyişdi. Artıq insanlar birbaşa oturuma müraciət edə bilmirlər. Bu qərarın verilməsi də Litvanın daxili və xarici siyasətlərlə bağlıdır. Burada çoxlu mühüm rollardan biri insanların işləyib vergi verməməsi, vergidən yayınması, cinayət hadisəsi və adaptasiya olmamağı ilə bağlı səbəblər də ola bilər. Amma bunu dövlət publik olaraq insanlara demirlər. Sadəcə daxili qərar olaraq, bu da öz siyasətləri tərkibində belə bir qərar verdilər. Yəni hal-hazırda Avropaya necə gəlmək olar? Ən başlıca üsullardan biri viza iləndir. Vizanın da başqa prosedurları var. İstədiyiniz Azərbaycandakı viza sentrlərə müraciət edib ala bilərsiniz. O da növbəti suallarda bunun cavabı var. İkinci sual budur. İş necədir? Orada çətindirmi iş tapmaq, yoxsa asandırmı? İş ümumiyyətlə çətindirmi? Dostlar, Azərbaycanda da dünyanın hər yerində də asan iş var, çətin iş var. Amma ümumiyyətlə mənə görə qalsa, hər bir işin öz çətinliyi var. Yəni deyim ki, tikinti asandır, IT işniklik çətindir, yox. Yəni hər kəsin öz savadına, beyin həddi hüduduna, kapasitəsinə uyğun çətinliyi və asan yolları var. İş tapmaq necədir? Gəlin onu deyim. Əgər Avropada bir siyahı var, Avropanın axtardığı işçi sahələr var. Məsələn, tikintidir, dərziçilikdir, sonra nə deyim sizə, restoran sahələridir. Təbii ki, bu tikinti sahəsinin içində də müəyyən qollar var. Məsələn, betondur, kabanşiklikdir, nə bilim, malyarçılıq ola bilər və yaxud da alçiban ustaları ola bilər. Belə şeyə daha çox ehtiyac var. Yəni, əgər bu sahələri bilirsənsə, iş tapmaq o qədər də çətin deyil. Reallıq bundan ibarətdir. Və yaxud da aşpazsansa, restoranlar var ki, kürdlər, türklər, azərbaycanlılar dayanmadan elanlar paylaşırlar ki, bizə işçi lazımdır, bizə işçi lazımdır. Keçək üçüncü sualımız. Elə yazıb ki, eyni ikinci sualla əlaqəlidir. Litvada iş var mı? Litvada iş var mı? Əlbəttə var. Bilirsiniz ki, Litvalılar o qədər də işləyən millətlər deyirlər və öz, belə deyim də, öz rahatlıqların işə görə atmırlar. Məsələn, mənim dostlarımın arasında bir ildən çox işləyən heç kəs tanımıram. 3-4 ay işləyirlər, ondan sonra dövlətdən nəvazimət alırlar ki, yəni mən dəstək alırlar ki, mən işsizəm və 6 ay, 8 ay təxmin olaraq maaşlarının 80%-ni alınıb istədikləri kimi həyatlarını sürürlər. Ona görə Azərbaycanlılar olaraq çətin sahələrdə, belə deyim, restoran, tikinti sahəsində iş tapmaq çətin deyil, asandır. Restoranda iş varmı? Elə bu da bütün suallar ümumiyyətlə bir-birinə maraqlıdır, yəni bir-birinə əlaqəlidir. Restoranda mən deyərəm ki, ən asan tapılacaq iş restorandadır. Hətta Azərbaycan mətbəxini bilməsən də, Avropa mətbəxini bilməsən də, məsələn, kartuşka qızarmasıdır, bu pirnitrovkada qızardır, verirsən, qəlyanaltılardır, soğan rollar var, yəni soğan halqalarının qızardılmasıdır. Hazır paketdə olan şeylərdir. Yəni, normalda Litvalılar, Avropalılar belə bir sahələrdə işləməyi arzu eləmirlər. Ona görə bizim kimi Azərbaycandan gələn insanlar kimi daha rahat iş tapa bilirik. Yəni, adın aşpaz olur, amma gördüyün iş dönərçi ola bilər və yaxud da belə də firnitrovka, hazır isitmə yağlarda bişirib verdiyi məhsullar ola bilər. Ona görə restoran işində işləmək çətin deyil və işlər var. Svarşik işi varmı? Gəlin, başqa ölkələrdən bilmirəm və əminəm ki, başqa ölkələrdə də Litvada kimidir. Litvada məsələn Klaipėda şəhər var. O şəhərdə deyərəm ki, Avropanın bir çox ölkələrinin filialları var. Bir çox şirkətlərinin filialları var, o tikinti ilə bağlıdır. Əsasən də Klaipėda şəhərində qaynaqçılarla bağlıdır və əgər siz qaynaq işini bacarırsınızsa, orada
çox qaynaq üsulu var. Hətta sualtı, elektron, sonra bilib bilmədiyim bir neçə adlar var. Bu mövzu ilə bağlı çox da geniş məlumata malik deyiləm, yəni svarşiklik növü ilə. Yəni svarşik işi var. Hal-hazırda Litvada svarşik tikinti sahəsi də axtarılan sahələr siyahısındadır və Litvaya gələndən sonra insanları Danimarka, Almaniya, Hollandiya kimi bəzi ölkələrə rəsmi olaraqdan A1 yoxsa A2, A5 sertifikatı ilə göndərirlər, dəqiq bilmirəm. Amma adım kimi əminəm ki, Avropadan, hətta tanıdığım şirkətlər rəsmi olaraq dövlət qanunu çərçivəsində Danimarkaya falan işçilər, sifarişlər göndərirlər. Biri yazıb ki, sən qiymət vidinə neçəyə düzəldirsən. Dostlar, mən məlumat verməklə özümü limitləyirəm. Çünki mən viza prosedurları işini görmürəm. Mən məsləhət görərdim ki, hər kəs öz viza işini özü görsün. Amma texnologiyadan, ingilis dilini anlamayanlar Azərbaycanda turizm şirkətləri var, hansı ki qanuni işlər görürlər. Əlavə, levi, qara yollarla eləmirlər. Ona görə mənim qiymətim burada nədir? Mənim xeyrim nədir? Sizə məlumat vermək. Siz də abunə olarsınız, şərh atarsınız, like edərsiniz. YouTube-dan qismət nədirsə onu qazanaram gələcəkdə. Deyim ki, indiyənə qədər böyük pullar qazanmışam, yox. Yəni, əgər mənə xeyir vermək istəyirsinizsə, like edib abunə olmağı unutmayın dostlar. Gəldik deport məsələsinə. Deport qaldırılırmı? Necə qaldırılır? Əgər siz Avropada bəzilər yazır ki, bəs mənim deportum haqsız olaraq verilib, amma sizə görə haqsız ola bilər, amma dövlət deport qərarını elə belə oturub demir ki, gəlin filan kəs deport eləyək. Deport qərarı böyük bir şeydir. Yəni deport qərarı veribsə bir dövlət, demək arxasında bir şey yatır. Və əgər haqsız bəzən də qərarlar verilə bilər və yaxud da şans ala bilərsiniz, deportu qaldıra bilərsiniz. Bunun üçün də Google-a international hüquqşünaslar, vəkillər yazıb. Bunu atım ora, bu qalıb bayaqdan da burada. Hüquqşünaslar yazıb, siz elə bil ki, oradan beynəlxalq hüquqşünaslar, miqrasiya işi ilə bağlı hüquqi işlər görən insanlar tapa bilərsiniz və onların məvacibini ödeyirsiniz və onlar sizin deportasiyası qaldırırlar. Yəni nicat bunu eləmək hüququ yoxdur. Çünki mən beynəlxalq və miqrasiyon vəkil deyiləm. Və kimsə deyirsə sizə bunu, o nə edir? Sizdən bu pulu alır və gedir vəkil tapır, vəkilə onun verir, qalan pulu özü tutur. Ona görə özünüz axtarın, rus dilli, ingilis dilli minlərlə vəkil var, hətta türk dillilər də var. Ev təmiri yazıb qardaş. Ev təmiri siz Avropada belə deyim də, əgər daimi oturumunuz varsa, ev təmiri sizin ən gözəl işlərdən biri ola bilər. Fərdi fəaliyyət sertifikatı alırsınız, Azərbaycan dilindəsə VÖN alırsınız və gedib ev təmir edirsiniz və dövlətə kiçik bir vergi verərəkdən öz biznesinizi qura bilərsiniz və heç kimdən asılı olmursunuz. Amma normalda daimi oturum hər kəsdə olmadığına görə necədir bu məsələ? Yenə də tikinti şirkətlərinin daxilində müqavilələrlə tikinti şirkəti gedir ev sahibi ilə müqavilə bağlayır və sizi həmin ev təmirinə göndərir. Ev təmiri çox bahalıdır burada və heç kəs görə bilmədiyinə görə ev təmiri işlə məşğul olan insanlar çox gözəl pul qazana bilər. Qardaşın sualı bu ki, Polşada 1 illik vizam var və 3 ay işləmişəm. Əgər işdən çıxsam, oturum vizam bağlana bilərmi? Yox, bağlana bilməz. Çünki işçi vizası sizi belə deyək də məntiqlə sonsuz sayda işə girməyə şans yaradır. Əgər vizavuzun bitdiyi günə qədər siz işdən çıxıb başqa işlərə müraciət edə bilərsiniz. Gəlin bunu Litva üzərindən də bir misalını verim. Əvvəllər amma Litvada necə idi? Əgər oturumun var idisə, işdən çıxırdınızsa, dövlət sənə 15 gün başqa iş tapmağa vaxt verirdi. Amma indi bunu 3 və 6 ay intervalında edirlər. Yəni minimum 3 ay, maksimum 6 ay işsiz qalıb iş axtara bilərsən və bu müddətdə əgər 6 aydan çox səhv eləmirəm, 8 yoxsa 6 aydan çox işləmisənsə, hətta dövlət sənə işsizlik maaşları verir. Yəni maaşının 80%-ni verir. Sonuncu sual dostlar buradadır. Şirkət ilə Litvaya gəlmək, hansı şirkətlə Litvaya gəlməliyik? Sizə məsləhətim ondan ibarət ki, turist vizalarını Azərbaycanda olan turizm şirkətlərindən alın və şərtlər necədir dostlar? Sizin işiniz olmalıdır, yəni olması arzu olunandır. Bəzi hallar var ki, işsizlərə də viza verirlər. Bunlara könüllülük, tələbələr üçün verilən vizadır. Amma normalda Avropa işsiz birisinə potensial olaraq miqrant kimi, qanunsuz miqrant kimi qalır. Yəni bu gedəcək və geri qayıtmayacaq. Qanuni və qanunsuz. Avropada istəmədiyi insanlara məcbur
oturum vermək istəmir. Ona görə siz məsləhətdir ki, işiniz olsun, adınıza evdən, maşından, yəni mülk olsun adınıza. Əgər evlisinizsə, uşaqlarınız varsa, bu çox böyük bir müsbətdir. Yəni bir insanın ailəsinin uşağını atıb getməyəcək və işini atmayacaq və mülkün burada qoymayacaq. Ona görə viza alıb, viza proseduru zamanında, məsəl üçün alırsınız 15 günlük viza bir ay içində, kifayət qədər müddətdir ki, restoranda və tikinti sahəsində iş tapıb barmaq izi verib və Azərbaycana dönəsiz. Əgər oturum aldığınız təqdirdə də hansı ki, əgər müraciət elədiyiniz şirkətin vergi borcu və insan qaçalmacılığı ilə əvvəllər məşğul olmayıbsa, oturum alacaqsınız və müdürünüz və yaxud da hər hansı bir dostunuz miqrasiyadan oturumu götürür və Azərbaycana göndərir. Siz də əlinizi qolunuzu sallayıb işə gəlirsiniz. Yəni bu qədər əslində bəsit, amma bir yandan da sənəd kağızları lazım olacaq sizə. Ümid edirəm ki, video maraqlı oldu. Əgər maraqlı, faydalı idisə dostlarınıza göndərin. Kim ki Avropaya gəlmək istəyir, əgər onu həvəsləndirmək istəyirsinizsə, verdiyim bütün məlumatlar hamısı məsləhətlərdir. Amma heç bir mən viza prosedurları görmürəm. Ona görə də xahiş edirəm şərhlər və yaxud da mesaj atanda bunu nəzərə alın. Əgər video maraqlısa like edib şərh yazın, abunə olmağı unutmayın. Hələlik.